hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. İki Sahil İnternet Televiziyasının bizimlə həmsöhbət verilişində xoş gördük sizi. Həmişə olduğu kimi bugün də verilişimizin çox maraqlı qonağı var. Verilişimizin bugünkü qonağı Abdullah Şaiq adına Kukla Teatrının aparıcı aktyorlarından biri Cavid Telmandır. Xoş gəlmisiniz Cavid bəy. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Cavid bəy, ilk öncə özünüz haqqında məlumat verərdiniz. Özüm haqqında Cavid Telman. Artıq 23 ildir ki, bu sənətdəyəm, teatrdayam. Onun 13 ilini Azərbaycan Dövlət Kukla Teatrında çalışıram. O biri illəri fərqli illərdə başqa dövlət teatrlarında çalışmışam. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşam. Müəllimim də Allah qəni-qəni rəhmət eləsin, Xalq artisti Telman Adgözəlov olub. Elə Cavid Telman da mənim müəllimimin adıdır. Bəli, o vaxtdan belə bu cürdə gedir Cavid Telman. Bəli. Cavid bəy, sizcə aktyorluq təhsillə qazanılan bir sənətdir, yoxsa insanla birgə doğulan bir istedad? Siz belə deyim də, indi baxırıq da filmlər, seriallar, orada təhsilli olan da var, İncəsənət Universitetini bitirənlər də var, bitirməyənlər də var. Bu istedad da elədir ki, o sonradan kimdənsə götürmürsən, kimsə gəlib onu sənə verə bilmir, bəxş eləyir. Bu gərək adamın, belə deyim də, canında ola, içində ola, ürəkdə gələ və ən əsası da gərək bu sahəni, bu sənəti sevəsən. Sevdiyin ümumiyyətlə işlə məşğul olanda daha gözəl olur, orada daha nailiyyətlər qazanırsan. Amma istedad olmayanda uzaq başı belə deyim də, bir ya iki harasa çəkilərsən, o da kimsə xahiş eləyər, kimsə deyər, məsələn, çəkin, amma sonra baxırsan ki, istedadı yoxdur, çünki ondan rejissor da əziyyət çəkir, yazar da əziyyət çəkir, hamı əziyyət çəkir, ona görə də ən əsası istedaddır. Amma onunla da bərabər savad, təhsil təbii ki, mütləq lazımdır. Öz üzərində işləmək. Əlbəttə ki, biz İncəsənət Universitetində nəzəriyyəni öyrənirik, amma praktikanı təbii ki, işlədiyimiz teatrda, çəkilişlərdə, orada praktikanı öyrənirik, amma nəzəriyyəni necə olmalıdır, hətta biz İncəsənət Universitetində səhnədə necə dayanmaq lazımdır, onları da bizə o dərsliklərdə keçirdilər. Səhnə danışığıdır, aktyor sənətidir, ritmikadır, rəqsdir, yəni bunların hamısını biz universitetdə öyrənmişik. Yəni öyrədiblər, ikimiz öyrənmişik, ikimizdəki elə-belə gəlib getmişik də. Cavid bəy, niyə məhz Kukla Teatrı? Yəni bu teatrda çalışmaq sizin üçün seçimdir, təsadüf müdür, yoxsa taledir? Belə deyim də, mən 2003-cü ildən birinci kursda oxuyandan teatrda çalışıram, teatrda işləyirəm. O vaxt xalq artistimiz İlham Namik Kamal teatrı vardı, İlham Miniatür teatrı, oradan başlamışam. Sonra Gənc Tamaşaçılar teatrında çalışmışam, hətta opera balet teatrında çalışmışam. Orada 2 ay çalışmışam, amma aktyor kimi yox, onda universitet oxuyurdum. Belə deyim də, o səhnə rekvizit deyirlər də onda. Hərbi xidmətim az qalmışdı, 2 ayda orada çalışmışam. Şuşa Dövlət Teatrında çalışmışam və indi də Kukla Teatrında çalışıram. Mən sizə deyim, Kukla Teatrında çalışmaq, işləmək biraz da çətindir. Çünki nə üçün? Birinci, bizim tamaşaçılarımızın 90% uşaqlardır. O tamaşanı, o nağılı, o qəhrəmanları elə oynamalıyıq, elə canlandırmalıyıq ki, o uşaqların xoşuna gəlsin. Bu dəqiqədə elədir ki, uşaqları harasa cəmləmək, otursun, diqqətlə baxsın, biraz çətin məsələdir. Çünki internet, telefon, hər şey istədikləri şeyə girirlər, baxırlar. Amma biz də daha çalışırıq ki, yaxşı oynayaq, gözəl oynayaq, onun uşağın xoşuna gəlsin və o sevdiyi nağıl qəhrəmanı bir də sevsin. Və bir də ən əsası, biz o hansısa bir nağıl qəhrəmanını canlandırırıqsa, belə deyim də, biz canlı onu keçirdiyimiz o hissdir, həyəcandır, sevdirməkdir. Onu biz, belə deyim də, kukla vasitəsilə, taxta parçası vasitəsilə uşağa çatdırmalıyıq. Və ona görə də, yəni, mən belə düşünürəm ki, bizim Kukla Teatrında çalışmaq biraz çətindir. Və onunla da belə çox gözəldir. Çünki uşaqlarla işləmək, belə deyim də, həm çətindir, həm gözəldir, həm yaxşıdır. Məsəl üçün, dəfələrlə olub ki, tamaşa oynayırıq, orada mənfi qəhrəman var, müsbət qəhrəman var. Bir də görürsünüz ki, tamaşa yaddan çıxıb, uşaqlar hamısı qoşulub. Oradan danışır, oradan əsəbləşir, oradan deyir, baxma, oradan deyir, çıx get.
Həm uşaqlarla orada paralel işləyirik, həm səhnədə. Cavid bəy, sizcə kukla teatrını, tamaşaçını teatr üçün hazırlayan, yetişdirən bir məktəb adlandırmaq olarmı? Yəni kukla teatrı tamaşaçını teatra hazırlayır. Əlbəttə ki. Məktəb adlandırır. Əlbəttə ki. Bir də görürsünüz, bizim bütün teatrlar dostlarımız var da, hardasa bir tədbirdənmi deyim, hardasa bir məclisdənmi yığışırıq. Zarafat üçün hətta mən onlara həmişə deyirəm ki, sizə tamaşaçını biz yetişdiririk. Çünki tamaşaçı teatra sevgini gərək uşaqlıqdan onu sevsin, bəyənsin və öz həvəsi ilə getsin, tamaşaya baxsın. Kimsə deməsin ki, gəl gedək bir tamaşa var, ona baxaq gələk. Yəni ona görə də mən belə düşünürəm ki, biz belə deyim də, o qədər çox sevdirməliyik ki, kukla teatrını demirəm, ümumən teatrları, tamaşaları sevdirməliyik ki, o uşaqlar artıq müəyyən bir yaşa çatandan sonra artıq onlar başqa bir teatrlara, gənc tamaşaçılar teatrına, musiqili komediya teatrına, akademik milli dram teatrına, yəni o sevgi onlarda qalsın və sevgi daha da çoxalsın ki, yenə də onlar öz həvəsləri ilə, öz istəkləri ilə gedib sevərəkdən o tamaşalara baxsınlar. Bizim tamaşaçılar, yəni o demək deyil, sırf uşaqlardır. Hətta bizim elə tamaşaçımız var ki, valideyndir. O bizim bütün repertuara ən azından bir 2-3 dəfə baxıb. Hətta elə tamaşaçımız var ki, onu hər tamaşada eyni yerdə görürük. Yəni artıq həmişə gəlir, biletini alır, keçir, əyləşir o yerdə, oturur, baxır, gedir və hətta dəfələrlə şəxsən özüm şahidi olmuşam ki, baba uşağı gətirib teatra, çıxan deyib ki, nə maraqlıdır, bilsəm belə hər dəfə gələrdim, gələn dəfə yenə gələk. Və bir neçə tamaşadan sonra mı deyim, bir-iki neçə həftədən sonra mı deyim, həmən valideyn, həmən tamaşaçını bir də görür ki, uşağın götürüb gəlib. Yəni o valideynlərə də çox maraqlı olur və hətta elə olur ki, elə uşaq olur ki, valideynə daha çox maraqlı olur, nəinki uşağa. Cavid bəy, kuklaya can vermək çətindirmi? Yəni özünüz ümumiyyətlə kuklanın hazırlanma prosesində iştirak edirsiniz? Əlbəttə ki, çətindir. Təsəvvür edin ki, cansız bir əşyanı canlandırırsınız. Onu danışdırırsınız, əl-qol hərəkətləri, danışmağı, tərpənməyi. Bizdə elə bir kukla var ki, o bir kuklanı 4 aktyor oynadır. 3 aktyor oynadır. Məsəl üçün, bizdə elə bir aktyor var ki, 2-3 kuklanı bir aktyor oynayır. Təbii ki, səslərini dəyişərək. Kuklanın da, belə deyim də, bizdə hansısa bir əsər götürülür, dəyərmi masa arxasında oxunuş edir, çitka edirik və onunla bərabər də bizdə sexlərdə artıq başlanır o tamaşanın kuklalarının hazırlanmağı, dekorasiyası hazırlanmağı və müəyyən bir yerə gəlib çatandan sonra da artıq o kuklaları düzəldəmək. Biz özümüz yaxınlaşır ki, bunu belə eləyin, bunu bu cür düzəldin. Yəni bizə rahat olmaq üçün də onu tərpətməyidir, oynatmağıdır, hərəkətləridir. Yəni demək olar ki, başdan ayağa da iştirak eləməsək, müəyyən bir hissəsində biz orada iştirak edib baxırıq. Çünki sonra özümüzə lazım olur ki, yəni bunu belə yox, bu cür olsaydı daha rahat olardı. Yəni o qəhrəman olaraq qalır, heç nə əlavə olunmur, yəni çıxmır, o cür qalır. Amma sadəcə olaraq orada olur da, yəni əli necə oynatmaq lazımdır, ağzını tərpətmək falan, necə rahatsa o cür. Yəni burada əl hərəkətlərini göstərirəm, yəni orada necədirsə orada eləyirəm. Cavid bəy, kukla teatrının repertuarında hansı növ tamaşalar yer alır? İndi uşaqlara yönəlik tamaşalardan başqa böyüklər üçün də, yəni orada tamaşalar nəzərdə tutulub və yaxud da repertuarda böyüklər üçün də hər hansı bir tamaşa varmı? Belə deyim də, bax, bizim kukla teatrında bir zamanlar məştubat tamaşası qurulub, Allah rəhmət eləsin, xalq artistimiz Yaşar Nuri oynayırdı. Yəni Yaşar müəllim özü canlı oynayırdı, amma bütün o qəhrəmanlar kuklaydı. Hardasa deyərdim, o biraz böyüklər üçündür. Sonra İlham Namiq Kamal Don Kixot tamaşası hazırlandı. O da yenə eyni qaydana İlham müəllim canlı oynayırdı, qalan qəhrəmanlar hamısı kuklalar idi. Bu yaxınlarda bizdə bir tamaşa hazırlandı, Səidə xanım Akverdiyeva hazırladı, Nənəmin Aşqazanı. Biz düşünürdük ki, hardasa o 9, 10, 11 yaş əsas onlar üçündür. Amma belə baxırıq ki, o ən çox, belə deyək də, böyüklərə daha çox təsir eləyir, daha çox onlar gəlir, baxır. Yəni, mən belə düşünürəm ki, o tamaşa 14-15 yaşdan yuxarıları üçündür.
daha maraqlı. Yox, uşaqlar üçün də maraqlıdır. Orada o tamaşanın axırı biraz qəmli notlarla bitir. Yəni evə gəlir, nənənin qablarını atır, nəvə gəlir, onları yenidən ora yığır. Yəni mən qısa danışıram da. Yəni orada biz deyirdik ki, uşaqlar maraqsız olar, biraz o qədər də uşaqlara xoş gəlməz, amma baxırıq ki, uşaqlara da xoş gəlir, böyüklərə də. Amma ən çox da mən deyərdim ki, 10 yaşdan, 15 yaşdan yuxarı uşaqlar üçün, ümumiyyətlə yaşı 15-dən yeniyetmələr üçün daha o da maraqlıdır. Kukla teatrı olaraq tamaşalarınızı digər ölkələrdə göstərmək imkanı olurmu? Hər il. Mən deyərdim ki, hansı ölkələrdə məsələn? Biz axırıncı dəfə səhv eləmirəmsə may ayında Qazaxıstandaydıq. Ondan qabaq Türkiyədə, Gürcüstanda, Yunanistanda, mən özüm getdiyim festivalları deyirəm, Yunanistanda, Moskvada, Gürcüstanda, Türkiyədə, axırıncı dəfə də mayda qalıb. Biz belə deyim də, keçən ilə qədər, bu il təzə başlayıb da, hər il 2-3 dəfə bizim xarici qastrollarımız, festivallarımız olur və hamısından da şükür Allah ki, uğurla qayıdırıq. Qaydasınız, çox gözəl. Cavid bəy, ümumiyyətlə teatrla bağlı, ölkəmizdə teatrlara maraq, yəni teatrların indiki səviyyəsi sizi qane edirmi? Bu barədə nə düşünürsünüz? Əvvələ baxanda indi teatra maraq daha çoxdur. Çünki özüm də arada vaxt olanda gedib baxıram da, başqa bir tamaşalara da dəvət edirlər. Yəni deyərdim ki, indi tamaşaçılar məncə əvvəlkindən daha çox gəlir. Yəni, hansısa bir müəssisəyə aparıb biletləri vermirlər ki, gəlin baxın. Yəni, özləri gəlib kassadan bileti alırlar, oturub baxırlar. Mən belə düşünürəm ki, indiyə baxanda, yəni, 5 il, 10 il, 15 il əvvələ baxsaq, indi daha çox tamaşaçı gəlir və özü sevərəkdən gəlir, özü istəyib gəlir. Sizcə bu nə ilə bağlıdır? Yəqin ki, teatrların belə deyim da, indi inkişafından deyim, yoxsa biraz insanlar daha çox teatra, incə sənətə maraq göstərirlər, həvəs yaranır və yaxud da ki, indi hamını başa düşmək olur. Elə adam var ki, işlə əlaqədar vaxtı olmur gedib baxmağa, elə adam var, həvəsi olmur gedib baxmağa, amma yenə deyirəm, son 15-20 ilə baxanda, yəni əvvəldə tamaşaçılarımız olub. 2003-cü ildən 2004-2005 o vaxtlarda tamaşa oynayanda da tamaşaçılar gəlirdi, baxırdı. Yəni indi də gedib baxıram ki, ən çox da siz gənclərin daha çox, gənclər dedim, özümə gəncim, yəni ki, həm yaşlılarım da, 40 yaş bilməm, gənc sayılır yoxsa yox, özlərinin gedib baxmağı daha da adamı sevindirir ki, yəni gəlir, oturur, tamaşaya baxır və sakit baxır. Yəni tamaşa gedə-gedə yanındakıyla söhbət eləmir, danışmır, yəni ətrafdakılara da mane olmur. Oturur, sırf tamaşanı izləyir əvvəldən axıra qədər. Hətta özür istəyirəm, belə tamaşalar olur ki, belə deyim də, anışlaq olur. Yəni bütün biletləri satılır. Bizdə həmişə elə olur, yəni başqa teatrlarda, yəni getmişəm də, baxmışam da, görürəm ki, o biri teatrlarda da bütün demək olar ki, biletlər satılıb, yəni yer olur. Cavid bəy, teatr aktyorları maaşdan şikayətlənirlər. Siz bu barədə nə düşünürsünüz? O da bizim bir sahəmizdir. Yəni seriala çəkilmək, filmə çəkilmək, hansısa bir el şəhərində aparıcı olmaq, reklama çəkilmək. Yəni belə deyim də, toplamda hamısı bir yerdə min bərəkət. Yəni yaxşıdır. Amma yenə deyirəm, o məsələn teatra qalanda heç kim belə deyim də, əlinə balta alıb cağ çəkmir ki, mənim maaşım azdır, mənim maaşımı qaldırın. Çünki yenə deyirəm, zaten biz bu işə gələndə bilirdik teatrın maaşı azdır və bununla biz barışmışıq, bunu qəbul eləmişik və işimizi davam eləyirik. Və belə bir söz deyim ki, heç bir teatrda işləyən aktyor və yaxud aktrisa teatrda hansısa bir tamaşada və yaxud məşqində ruhdan düşmür. Yəni eyni sevgi ilə, eyni məhəbbətlə, eyni həvəslə tamaşanı oynayır və hər dəfə də istəyir ki, nəsə bir yenilik eləsin, tamaşa daha maraqlı olsun, daha da yaxşı olsun. Yəni o tamaşa vaxtı, məşq vaxtı və yaxud teatrın içində olanda maaşlı fikirləşən yoxdur. O heç öz aramızda deyirik, hə bu nədir, belədir, nə vaxt maaş qalxar, nə vaxt şeylər, amma orada oldu, söhbət bağlandı, getdi daha. Yəni yenə də hamı başlıca alaşağı teatrında tamaşasını oynayır, məşqini eləyir və yenə deyirəm, heç kimdə ruhdan düşmür. Və heç kimdə həvəssiz olmur ki, yenə gəldin deyib belə, yoxdur elə şey. Teatr aktyorlarının bu son dövrdə seriallara
can atmaları, yəni oradan gələn təklifləri demək olar ki, rədd etmirlər. Yəni hamının can atmağı seriallara, filmlərə. Bu onda maddiyyatla əlaqəlidir, yoxsa məşğulluq və digər, yəni Mən sizə bir söz deyim. Bax, elə diplomla incəsənəti bitirənlər də var. Mənim tanıdıqlarım necə var ki, heç vaxt teatr işləməyib. Yəni o da institutu bitirəndən deyib ki, mən istəmirəm teatr, çəkilişlərə gedəcəm. Filmə, seriala. Belə deyim də, orada həm çəkilişə, seriala gedir, həm sima tanınmaq üçün, həm də maddiyyat üçün. Bu bir, ikincisi də ki, yenə deyirəm, o serialdır, filmdir, bu sahədən kənar bir sahədə ki, o da bizim sahəmizdir də. Və son illərdə də bu filmin, serialın daha da inkişaf eləməyi daha yaxşıdır, daha sevindiricidir. Və bu dəqiqə demək olar ki, bütün kanallarda filmlər çəkilir, seriallar çəkilir və bu da məncə çox yaxşı bir inkişafdır. Yəni, gözəl, yəni əldə olunmuş nailiyyətlərdir. Hazırda hansı seriallarda rol almısınız? Hal-hazırda ARB kanalından Səni Mənə Versələr serialı gedir. Sentyabr ayından artıq başlamışıq. Bəli. Yox, çəkilişlər sentyabrdan başlayıb, amma sentyabr ayının axırından da artıq yayımlanır, efirə gedir, həftə içi 4 gün. Vaxtınız olsa baxarsınız. Cavid bəy, elə olur ki, insan öz işindən yorulur və fasilə vermək istər. Bəs sizin teatrdan üz döndərmək istədiyiniz bir vaxt olubmu? Yorulduğunuz, yəni bir fasilə almaq istədiyiniz bir vaxt olurmu? Siz bəzən elə olur ki, adam biraz nəsə olur, xətrinə dəyir, küsür. Amma o da bir günlük, 2 günlük olur. Fasilə verim dedim. Çünki yenə deyirəm, adam öz sevdiyi işlə məşğul olanda bəzən o qədər olur ki, istər teatrda məşğul olur, 3 saat, 4 saat, 5 saat gedir. Və yaxud serialda çəkiliş olur, filmdə çəkiliş olur, səhər 9-da başlayır, 2-də 3-də bitir çəkilişlər. Adam yorulur, düzdür. Amma o yorğunçuluğu o qədər hiss eləmirsən, biruzə vermirsən də. Yox, mən işləmirəm, çıxım gedim. Ta bəsdir, mən bu qədər yoxdur. Yəni, sabah yenə gəlsən, yəni, belə deyim də, eyni templə, eyni abu-hava ilə işləyirsən, yoruldun, 5 dəqiqə, 10 dəqiqə fasilə, amma yox, mən küsüm, çıxım, gedim, nə bilim, yox, bu mənə xoş gəlmədi, mən ümumiyyətlə çıxıram, atıram bu sənəti, çıxım, gedim, yox. Məndə elə yoxdur, ümumiyyətlə, rastıma da çıxmayım. Düzdür, bir neçə il əvvəl, yenə deyirəm, qayıdırıq əvvələ, indi çünki yaxşıdır, əvvələ baxanda ona görə. Elə oldu ki, bayaq maddiyyət dediniz, elə adam oldu ki, məsəl üçün, o da bu sənətdədir. Məsəl üçün, tədbir mi deyim, çəkiliş mi deyim, elşə, toy mu deyim, teatrla çox üst-üstə düşdü deyə. Baxdı ki, məsələn, vaxtının çox vaxtı bura gəlir, amma buna maddiyyat lazımdır, ora gedir. O məcburiyyətdən getdi o sahəyə. Amma o da bir neçəsi olub ki, bir neçə müddətdən sonra yenidən qayıdıb teatra. Mən bu yaxınlarda da bir film təklifi gəldi mənə. Çox gözəl də qamerara. Amma mənim teatr tamaşam var deyə mən ona gedə bilmədim. Dedim, üzrlü hesab, danışım dedim, üzrlü hesab eləyib, bağışlayın, gələ bilmirəm. Və bu hadisə hər il baş verir. Hər il baş verir. Yəni, yenə də gəlir ki, hər şey əla, danışılırıq, yaxşıdır. Teatrda məsəl üçün tamaşa olur, məşq olur. Yəni, mən ora getmirəm, teatrda qalım. Tamaşamı oynayıram. Siz aktyor olaraq teatrda və yaxud da filmlərdə, kinoda ifa etmək istədiyiniz, arzuladığınız bir rol varmı? Hansıdır? Deməli, istər teatrda, istər filmdə mən bu rolu oynamaq istəyirəm, həmişə onu arzuluyum. Yox, nə versələr onu da oynayıram. Bir də mən fərq eləmir. Tamaşa var ki, orada böyük rol oynayıram. Biraz yerim böyükdür, qəhrəman böyükdür, birinci dərəcədə. Tamaşa var ki, orada ikinci, üçüncü dərəcəli bir roldur, balaca bir roldur, nə bilim, bir 4-5 dənə sözü var deyib gedirəm. İstər filmdə olsun, istər serialda olsun, istər teatrda olsun. Heç vaxt, belə deyim də, həqiqətən, yəni inanın ki, ona can atmamışam ki, yox, mən bunu oynamalıyam. Mən bunu oynayacam. Aktyor var ki, balaca bir rolu var, 3 dəqiqəlikdir. Çıxır səhnəyə, onu elə oynayır ki, ömür boyu yaddaşda qalır. O qədər gözəl oynayır ki, aktyor da var, çıxır səhnəyə, başdan ayağa səhnədə olur, tamaşa bitdi, tamaşa çıxdı, yanında qalmır. Yəni, ona görə də mən heç vaxt can atmamışam ki, mən bunu oynamalıyam, bunu oynayım. Gecə-gündüz evdə güzgün qabanda məşq edirəm ki, mən bunu oynayacam, bunu oynamalıyam, gedim deyim, bunu verin mənə, oynayım, yox. Yəni, nə təklif edirlər, nə verirlər, baxıram, onda
oynayıram. Təbii ki, baxır da indi. Bildiyim qədərilə şeir yazırsınız. Yox, yazmaq elə deməyim, yazmaq biraz böyüklük çıxar. Hərdən bir deyirəm. Bir şeir yazmışdım o vaxt. Belə bir şeir idi, paylaşmışdım da sonra bir-iki hadisə baş verdi. Elə o hadisənin o şeir gəldi, üst-üstə düşdü. Onun bir efirdə dedim. Belə bir şeir yazmışdım. Mən nə qədər yaxşı olar, pis olar, kimsə bəyənərlər, bəyənməzlər, amma yenə deyirəm, yəni şeir yazmıram. Bir cızma qara. Hərdən bir o da olur da. O cızma qaralardan Bir dənə o yadımda var ki, istəyirəm çıxım gedim, xəyallara dalım gedim. Sənsiz keçən günlərimi de, mən hara yazım gedim. Bəlkə bircə xəyal quraq, bu sevgini bir dadadaq. Asan deyil sənsiz qalmaq, mən yolumu azım gedim. Gedişinlə gözüm doldu, rəngim hey saraldı, soldu. Vallah olan mənə oldu, mən qəbrimi qazım gedim. O vaxt belə bir şeir yazmışdım. Elə oldu ki, gecə saat 1-də bu şeiri Instagramda paylaşdım. Səhər saat 6-da da ki, bir hadisə baş verdi, partladı. Mən xəstəxanaya getdim. O dedilər ki, orada qəbrimi qazım falan gedim, biraz üst-üstə düşdü deyə. O şeir biraz çox qaldı, yəni. Amma durum, oturum, başlandırım şeir. Həvəsim var, şeir yazıram. Amma heç kimə göstərmirəm də. Uzaq başı kiməsə göstərərəm belə falan. Ya telefonda qalır, yaddan çıxır, gedir, ya evdə yazıram, qalır elə. Amma yenə deyirəm, yəni o şeir yazıram, bu biraz. Bəs bu həvəs hardan qaynaqlanır? Nə zamandan başladı? Hiss etdiniz ki, siz artıq siz demişkən cızma qara edə bilərsiniz. Bilirsiniz, bir də görürsünüz, otururam. Bizdə kukla teatrında elə tamaşaların bir, belə deyim da, yenə deyirəm, mən şair deyiləm, mən yazar deyiləm. Buna baxandan sonra kimlərsə başlayar ki, bu da yazan oldu, bu da özünə şair deyil. Yox, əstəğfurullah, qətiyyən. Aktyoram. Bizdə elə tamaşalar var ki, o tamaşalarda olan mahnıların sözlərini mən yazmışam. Bir adlarını çəkməyim, ola belə yanlaram falan, amma demək olar ki, bir 6-7 dənə tamaşa var ki, o tamaşalarda o sözləri mən yazmışam. Mahnı mən yazmışam, bəstəkar da bəstələyib, ya özümüz oxumuşuq, ya aktyor yoldaşlarımız oxuyub, gedib. O bacarıq var. Bir də məndə belə bir xasiyyət var, bilməm, yaxşıdır, pisdir və bilməm niyə elədir. Mən oturmuşam belə, nəsə durum yazım. Neynəsəm yaza bilməyəcəm. Yazacam ümumiyyətlə bir sətir, ya bir bənd. Amma durun mənə tapşırın ki, belə bir şey yazmaq lazımdır, bunu yaz. Oturub başsındırıb 1-2 saat onu yazıb verəcəm. Mənim məsuliyyətsizliyimdir, yoxsa gərək mənə tapşırarlar ki, bunu elə eləyim, yox. Amma o ki, qaldı o şeir falan və yaxud nəsə yazmaq, o da bilirsiniz, gərək nəsə o ab-hava gəlsin də. Yəni, oturum, sırf onu yazmaq üçün otururamsa, yəni necə, özüm üçün yazıb qoyuram bir qırağa da, nə vaxtsa lazım olar. Onu neynəsəm də uzaq başı yazaram bir bənd. Amma, məsəl üçün, lazımdırsa mənə və yaxud tapşırıblar ki, bir dənə bunu yaz, deyir bizə, onda otururam, yəni, məsəl üçün, yazıram, göstərirəm, burasını ya özləri düzəldirlər, ya mən düzəldirəm, gedir. Amma hələ ki, belə deyim də, o tamaşalardakı mahnılar bəyənilir. Yəni, heç kim deməyib pisdir. Çox vaxt utandığımdan demirəm, mən yazmışam, deyirəm, bir dənə nəsə bir olar. Cavid bəy, kitablardan danışaq. Azərbaycan ədəbiyyatında sevdiyiniz yazıçılar kimlərdir? Kimin yaradıcılığına müraciət edirsiniz daha çox? Mütaliə üçün, yəni şeir yazan insanlar mütləq ki, şeirlə maraqlanır, mütaliə edirlər. Hətta çox adam bədii qiraətlə də məşğuldurlar. Bununla bağlı. Belə deyim də, gedim götürüm hansısa bir kitabı, oxuyum. Açıq deyim də, yəni o məndə bir səbir yoxdur, ikinci vaxt yoxdur. Amma o ki, qaldı şeirə, belə deyim də, ola bilər ki, müəllifin unudum adım. Amma xoşuma gələn şeir olanda oturam, onu oxuyuram, dəfələrlə oxuyuram. İstər sosial şəbəkələrdə çıxır qabağıma oxuyuram, istər haradasa kimsə deyir, gedib onu tapıb oxuyuram. Sənə məktub yazıram. Yazıram ki, bağışla. Burada hava pis keçir, ara vermir yağışlar. Tək yatıb, tək durmaqdan bezdirmişəm yatağı, bilirsən?
bilirsən, pinti olur yalqızların otağı. Yalqız sabaha baxmır, arzuluyur keçmişi, çox niskili mənzərədir ev yığışdıran kişi. Hələ bunun gecələr içi bağlamağı var, saçın daramamağı, saqqal saxlamağı var. Üstə gəl pəncərədən gözünü yola dikmək, gəlməyəni gözləmək, qadın həsrəti çəkmək. Gəlməyəni gözləmək, qadın həsrəti çəkmək. Müəllifi. Akşin Yenisi. Hə, səhv eləmirəmsə, yox, düzdür, Akşin Yenisi. Bunu Akşin Yenisi yazıb. Və bir də üzr istəyirəm, mən universitetdə imtahan verəndə şeir demişdim, getmək istəyirsən, bəhanəsiz get. Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın öcək gedirsən, səsin də yad olsun bana. Sən dəniz qoynuna atılmış çiçək, üstünə dalğalar atılacaqdı. Saxta məhəbbətin, saxta sənətdək nə vaxtsa üstündə tutulacaqdı. Demirəm sən uca bir dağsan, əyil, demirəm əlacım qalıbdı sənə. Nə səndə məhəbbət qara pul deyil, nə mən dilənçiyəm əlacım sənə. Getmək istəyirsən o yol, o da sən. Bir cüt göz baxacaq arxanca sənin, getdinmi, haçansa dönmək istəsən, tikanlı məfdilə dönəcək yeri. Getmək istəyirsən, bəhanəsiz get. Oyatma mürgülü xatirələri. Səsin həmin səsdir, baxışın öcək gedirsən, səsin də yad olsun var. Bu qədər. Ən çox da sevgi məhəbbətdən. Hə. Bir dəqiqə kimi dindirsən ondan deyil, sevgi məhəbbətdən deyil. Atadan, anadan o qədər də az deyirlər, amma ona deyən də var. Bir dənə də anadan deyib, üzr istəyirəm. İstəsəz verirsiniz. Ben yazıq anamı çox incitmişəm. Yatmadım, gecələr qoymadım yatsın. Mən onun yuxusuna haram qatdıqca o yazıq çalışdı başımı qatsın. Deyərdi, bir də nəyə əl vursan, od vurub əlini yandırıram sonda. Bir dəfə kibritdən barmağım yandı, anamın ürəyi yanırdı onda. Bu da anadır. Allah bütün anaları qorusun. Cavid bəy, gələcək üçün kukla teatrının aktyoru olaraq bu sənətdən gözləntiləriniz nədir? Bu sənətdən gözləntilərim, belə deyim da, yalnız və yalnız çox gözəl tamaşalar, biri-birindən maraqlı tamaşalar, çox gözəl qastrol səfərləri, xarici səfərlər, bizim teatrımıza diqqətin, qayğının olması, düzdür, var, şükür, yəni var, biraz da daha çox olması və ən çox da biri-birindən maraqlı tamaşalar, tədbirlər, xarici səfərlər, yəni uğurlar. Yəni o da təbii ki, orada bizdən, rejissordan asılıdır da təbii ki. Bu sənətə marağı olan gənclərə tövsiyəniz nə olardı? Bu dəqiqə mən yenə deyim, gənclərdən demək olar ki, çox adamın həvəsi var. Amma teatra yox. Seriallara, filmlərə, yəni kinoya. Yəni gedim çəkilim, hamı baxsın, tanısın, məşhur. Məsəl üçün, biz birinci kursda oxuyanda, yəni haradasa bizim ümumi auditoriyada bir 90-100 nəfər uşaq var. O institut illərində də çoxu teatr işləyirdi. Can atırdıq, teatrda işləyək, teatru seviyək, teatr işləyək də. Amma indi çox, belə deyim da, yəni indi son illərdə universitet bitirən uşaqlar məncə çoxu istəmir teatr işləməyə. Və hamı can atır ki, yəni yenə deyim, serial, film, o da əladır. Yenə deyirəm, o da yəni ki, aktyor kimi teatr istəmir, serialda çalışır. Yəni və yaxud serial istəmir, teatrda çalışır. Ən əsası, birinci, yəni sevmək lazımdır. Ürəklə işləmək lazımdır, sevmək lazımdır. İstedad da ki, qurban Allaha. Yəni, sonradan o istedad ola bilməz də. Ya onda var, ya da yoxdur. Yəni, mən oturum burada, mən danışa bilmirəmsə, siz neynəsəz də mən yenə danışa bilməyəcəm. Yəni, və yaxud da ki, sizin istədiyiniz qədər danışa bilməyəcəm də. Amma yəni, istedad olmalıdır, sevgi də mütləq olmalıdır. Çünki siz, belə deyim da, bəzən elə çəkilişlər olur ki, məsəl üçün, soyuqda, yağışda, çovğunda, yəni çöldə olursan, çəkilirsən, yəni sizin də çəkilişləriniz orada, soyuqda, yəni bunu eləməlisiniz. Yəni qalsın sabah eləyək deyə və ya hava isinsin deyə eləmir. Yəni o şeylərə də təbii ki, yəni sevərək gəlibsə dözməlidir. Ən birincisi, yenə deyirəm, birinci sevgi, sevmək,
ürəkdən istəmək və məsuliyyətli olmaq. Yəni vaxtında gəlim, çəkilim, rejissor nə deyibsə onu eləyim. Yəni mən gəlirəm, rejissor mənə deyir ki, sən bunu elə, mən deyim ki, yox, mən bu cür oynamaq istəyirəm. Yəni sən bu cür oynamaq istəyirsən, onda o filmi sən çək də, o rejissor niyə çəkir ki? Yəni rejissor tapşırır, yəni o belə görür və o bilir ki, belə oynasan daha yaxşı olar. Yəni durub, yəni mən belə istəyirəm, mən beləyəm, yəni o da bir yerə qədərdir. Yəni çox getmir ondan da. Yəni siz o özünə ziyan edirsə və rejissor sənə deyir bu cür oyna, bu cür göstər, o bilir ki, yaxşı görsənir deyə elə deyir. Hə, yəni ən əsaslı yenə deyirəm, sevgi, istək, eşq, məhəbbət. Yəni dan qoyursan da, işi sevirsən ki, sonra biz keçən il bir filmə çəkilirdik. Bir səhnə var idi, 5 dəqiqəlik bir səhnə idi. Orada mən çönməli idim, qorxmalı idim, qışqırmalı idim. O qədər qışqırdım, səsim də batdı. Orada rejissor mənə dedi ki, Rüfət Şahbazov, rejissor mənə dedi ki, Cavid, gəl indi əziyyət çəkək, bu səhnəni 3 saata çəkək. Amma baxanda özümüzə xoş gəlsin də, ləzzət eləsin, bizə də tamaşaçı gəldi. Oradan da o səhnə biraz çox çəkildi, meşədə idi həmən səhnə. Yəni bir dənə baxırdım, qorxurdum, qışqırırdım. 1 saat çəkdi də o səhnə tam yaxşı olmaq üçün. Amma sonra oturub baxanda, baxdıqca özümüzə də xoş gəldi ki, ona 1 saat yarımlıq əziyyət çəkdi, ona dəyər. Yəni bəzən o 5 dəqiqəlik bir sujetə görə, 5 dəqiqəlik bir oyuna görə bir saat yarım əziyyət çəkirsən, o da əsəb falan olur. Amma yenə də deyirəm ki, yəni sonra baxanda özümüzə xoş gələcək ki, yaxşı ki bunu eləmişəm. Yəni belə deyim də, tez bazar bir dənə yola verim, çəkilim, gedim. Yəni o nə sənə xoş gələcək, nə tamaşaçıya xoş gələcək, nə onu çəkənə xoş gələcək, nə o işdə əməyi olana, əziyyəti olana xoş gələcək. Elə səni də elə biləcəklər ki, çağırın, gəldi elə, hətta da getdi, yola verdi, getdi. Yəni uğur da qazana bilməyəcəksən. Elə belə deyim də yerində sayacaqsan. Çox sağ olun Cavid bəy, studiyamıza gəldiniz. Siz sağ olun, təşəkkür edirəm. İlk dəfədir burada oluram. İnşallah ki, yenə olaram, sizin də bu işiniz uğurlu olsun, davamlı olsun, bol reytingli olsun, çörəkli olsun. Sağ olun, təşəkkür edirəm. Siz sağ olun, təşəkkür edirəm. Belə hörmətli tamaşaçılar, İki Sahil İnternet Televiziyasında bizimlə həmsöhbət verilişini izlədiniz. Xatırladım ki, verilişimizin bugünkü qonağı Abdullah Şaiq adına Kukla Teatrının aparıcı aktyorlarından biri Cavid Telman idi. Sağ olun, gələn görüşlərə dək.